Milli Hidrometeorologiya Xidmətinə kanalımıza verilən məlumata görə iyulun 8-də Bakıda və Abşeron yarımadasında havanın tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, arabir güclənən şimal-qərb küləyin əsəcəyi gözlənilir. Temperatur gecə 19-22, gündüz 26-29 dərəcə isti olacaq. Sama, Naxçıvanda da gün ərzində havanın tutulacağı, bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Temperaturu 23-27 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər qərb rayonlarında yağıntıların güclənəcəyi, gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Temperatur gecə 20-24, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə isə 25-28 dərəcəyə qədər isti olacaq.